Bu məclis ən böyük dəyərli məclisdir bizim üçün. Bütün İslam ümməti üçün, nəinki tək Əhl-i Beyt aşiqləri üçün. Hamı üçün vilayət bayramı böyük bayram. Ona görə də bu bayramı biz o qədər diqqətli olmalıyıq, o qədər sevinçlə keçirməliyik ki, və o qədər məhəbbətlə keçirməliyik ki, bunun sədası bütün dünyaya yayılsın. Niye incitti bu ümmet? Niye incitti bu ümmet? Elini seven kesi. Niye incitti bu ümmet elini seven kesi? Resulullah buyurub, odur kalbimin meyvesi. İlk imamət bağının seyyidəsi, şəhidəsi, o xanım Zəhradır, Zəhrasız imamət olmaz. Ya Ali zikri demək, hər kəsə qismət olmaz. Elə izzətdir ki, ondanca izzət olmaz. Peygamber aleyhisselam Qədirxum bayramında bütün bəşəriyyətə bu dərsi verdi ki, imamətin davamı, imamətin təyinatı Allah'ın səlahiyyətindədir. Allah'ın peyğəmbərinin səlahiyyətindədir. Peyğəmbərlik misyası bitəndən sonra imamın səlahiyyətindədir. Bugün bu məktəbin bünövrəsi qoyuldu. Və eyni zamanda kimin imam olması məsələsi öz əksini tapdı. Necə ki İbrahimə deyiləndə ki, və sən imam təyin olunursan, İbrahim aleyhisselam buyurdu ki, və min zürriyyəti, mənim zürriyyətimdən də imam olacaq. Allah təbarəkə və təala imamın sifətini burada açıqladı ki, kim o imam ola bilər? Budur ki, la yenalu əhdil zalimin. Mənim əhdim zalimlərə yetişməz. Yəni zalim olan imam ola bilməz. İmam yəni rəhbər. Ədalətsiz olan, ilimsiz olan, fəzilətsiz olan, rəşadətsiz, şücaətsiz olan imam ola bilməz. Və bu ayə ilə Allah təbarəkə və təala imamın xüsusiyyətini ümmətə açıqladı. Öz bəndələrinə açıqladı. Və bunu ilə da Peyğəmbərdən sonraki dövrdəki rəhbəriyyətin təyinatını bütün bəşəriyyətə çatdırdı. Ona görə bu günləri bütün bəşəriyyətin bayramıdır. Bütün bəşəriyyətin öz müqəddəratını necə həll etmək günü olduğu üçün bir bayramdır. Dinin təkmil olması bayramı bütün bəşəriyyətin bayramıdır. Tək müsəlmanların yox, tək şiyyələrin yox. Sadəcə qəlblərdə olan həmən o boğuzların, həmən o belə də günahların təsiridir ki, bu günü bayram kimi qəbul eləmək istəmirlər. Amma həqiqətdə bütün dünyanın bu günləri belə də ki, bayram etməli olduğu bir gündür. Və eyni zamanda bunun məhsulunu da biz görürük. Biz baxıb görürük ki, bu yolla təyin olunan imamlardır ki, bütün bəşəriyyətə azadlıq dərsini öyrədə bilirlər. Seyyidəli, bənzəri əli, aşiqlərə rəhbər ol əli, ümmət aşıq oldu, sevdi alimi, İnqilab rəhbər əzdi zalimi, əmrinə amadələrə bir mirası var, zillətə baş əyməyin bu cür mirası var, Fatimənin gör necə gözəl balası var, hansı ümmətin bu cür şəhid arası var, ey yaralı sərvərin salam, salam, ey şəhid rəhbərin salam, salam. Bilirsiniz ki, Maidə surəsinin 3-cü ayəsi Qədirxumda nazil olmuşdur. Bugün kafirlər sizin dininizdən məyus oldular. Diqqətlə qulaq asın. Allah nə buyurur? Bugün, yəni Qədirxum günündə kafirlər sizin dininizdən məyus oldular. Bu çox dəqiq və əhəmiyyətli bir ifadədir. Kafirləri məyus etmək
Allahın düşmənlərini ümidsiz etmək bütün dünya məzlumlarının, Allahın həqiqi bəndələrinin hədəfidir. O zaman ki, o gün ki onlar məyus olacaqlar, biz qalib olacağıq. Quran buyurur ki, düşmənlər, kafirlər, Allahın düşmənləri o gün məyus olacaqlar ki, o gündə vilayət, imamət öz yerini tapacaqdır. Sual yaranır, hansı bir hadisə baş vermişdir ki, Allah deyir ki, bu gün sizin dininizdən kafirlər məyus olublar. Nə baş verdi? Onlar deyirlər, Peyğəmbər dünyasını dəyişməklə bəndələrlə Allah arasında olan qapı bağlanacaq, vasitə bitəcək. Onların bütün gözləntiləri bundan ibarət idi. Bütün ümidləri bu idi ki, qapı bağlanandan sonra onlar İslam'a yiyələnib, öz məqsədləri üçün istifadə edəcəklər. Amma bir şey var idi, onlar gözəl bilirdilər ki, Allah kimin arkasındadır? Allah kimi dəstəkləyir? Baxın, Quran-ı Kərimdə Allah Teala Bəqərə surəsində deyir ki, Bəni İsraillər gəlib bizə Allaha deyirlər, Allahın Peyğəmbərinə, bizə bir rəhbər seçin. Allah bizə bir rəhbər seçsin, Allah yolunda vuruşaq. Dedilər ki, bəs sizə Allah rəhbər seçsə itaat edərsiniz. Dedilər, necə yəni? Əlbəttə biz itaat eləyərik. Allah sizə Talutu rəhbər seçdi. Talut sizin rəhbərinizdir, Allah seçdi. Dedilər, o necə bizə rəhbər ola bilər? Biz daha layiqik rəhbərliyə. Bildilər Allah seçdi, amma öz maraqlarından keçmirlər. Kitab əhli bilirdi Peyğəmbər Allahın rəsuludur. Amma maraqlara ayrı bir şeydir. Ona görə istəyirlər ki, o qapı bağlansın. Çünki o qapı onların üzrə açılmadı. Allah Qədirxumda deyəndə ki, sizin rəhbəriniz İmam Əlidir, 12-ci imama qədər Peyğəmbər vilayəti, imaməti elan etdi. Onda deyir, Əl-yevmə yəysəl-ləzīnə kəfəru min dinikum. Bugün kafirlər sizin dininizdən məyus oldular. Başa düşdülər ki, bu qapı qiyamətə qədər açıqdır. Və Peyğəmbər dəfələrlə demişdir, mənim nəslimdən, əhl-i beytimdən, adı mənim adım olan, ləqəbi mənim ləqəbi olan bir şəxs qalxacaq, yer üzündə ədaləti bərqərar edəcəkdir. Bu idi düşməni məyus eləyirdi. Və bu idi Allah deyir ki, dini kamil edib. Əl-yevmə əkməltu ləkum dinəkum. Yahudilərdən biri Ömərə gəlib deyir ki, sizdə belə bir aya var. Əgər o bizdə olsaydı, elə bir gün var sizdə, o gün bizdə olsaydı, biz o günü bayram eləyərdik. Deyir, o hansı gündür? Deyir, Quran deyir, Əl-yevmə əkməltu ləkum dinəkum. Biz sizin dininizi kamil elədik. Dininiz kamil olub. Niye bunu bayram eləmirsiniz? Çok böyük bir gündür. Din kamil olub. Bunu kim deyir? Bunu Allah deyir. Bunu Allah deyir. Allah deyir ki bugün din kamil olub. Bu bayram olmalıdır. Çetinliğe alışmışam, zulümlere baş eğmeyip zalim ile tutaşmışam. Sevudeli rezilleriyle her zaman vuruşmuşam. Adalete, muhabbetin alan Hüseyin'den almışam. Bu gayretin alan Hüseyin'den almışam. Cesaretin, şüzaetin alan Hüseyin'den almışam. Kadir yetişti, mübarek olsun vilayetin ya Ali. Güneşleri ferdidir bu eşk o muhabbetin ya Ali. Kadir yetişti, mübarek olsun vilayetin ya Ali. Güneşleri